Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahummə salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Əziz dostlar, əziz tələbələr, əziz izləyicilər, hər birinizi Səhifə-i Səccadiyyə dərslərində xoş gördük. Artıq 4-cü dərsə yetişdik. Keçən dərsimizdə birinci duanın bir neçə fəqərəsini oxuyub izah verdik. İndi isə duanın ardıcan İmam Səccad əleyhissalamın buyruqlarını siz əzizlərin nəzərinizə çatdıracağım. İmam Səccad əleyhissalam duanın ardıcan buyurur ki: İbtədəə bi qudrətihil xalqa ibtida'an və ixtira'ahum alə məşiyyətihi ixtira'an. Buyurur, məxluqatı öz qüdrəti ilə yaratdı. Yeni bir şəkildə, yeni bir növdə yaratdı və öz iradəsi ilə ona gözəl şəkildə surət verdi. Burada İmam Səccad əleyhissalam bədəə sözündən istifadə edibdir. Bədəə kəlməsi yeni növ yaradılışa işarədir. Yəni, əvvəlcə yaratmamışdan qabaq heç nəyə baxmadan, heç nəyə bənzətmədən yaradılışa bədəə deyilir. İmam Səccad əleyhissalamın duasındakı bu hissəyə nəzər elədikdə görürük ki, mübarək Bəqərə surəsi 117-ci ayənin məzmunu ilə üst-üstə düşür. Allah Teala buyurur ki: Əuzu billahi mineşşeytanirracim. Bədi'us səmavat vəl ard. Göyləri və yerləri o yaratdı. Görürsünüz ki, Allah da burada bədəə kəlməsindən istifadə edibdir. Yəni, heç bir şeyə baxmadan, heç bir şeyə bənzətmədən yeni bir növ olaraq xəlq elədi. Bu növ yaradılış tədqiqatçıların, alimlərin nəzərində də hətta onların dərk edə bilməyəcəyi və elmə hələ məlum olmayan bir növ yaradılışdır. Yəni, bir yaradılış növüdür. Sadəcə bütün bunların hamısını nəzərə aldıqda alimlərin, təhqiqatçıların hamısının fikri bundan ibarətdir ki, yəni ortaq bir fikir olaraq bunu irəli sürmüşlər ki, bu yaradılış olan zamanda Allahdan başqa heç bir varlıq olmamışdır. Yəni, əzəli şəkildə bu varlığın heç biri olmamışlar. Sonradan Allah Teala bunları xəlq eləyibdir. Tədqiqatçıların, alimlərin aldığı bu nəticə, hətta Quran-ı Kərimdə Allahın Kəhf surəsi 51-ci ayədə buyurduğu kəlamdan da bu nəticəni almaq olur. Allah Teala buyurur ki: Əuzu billahi mineşşeytanirracim. Mə əşhəddəhum xalqas səmavati vəl ard və la xalaqa anfusihim. Allah Teala buyurur ki, onları yerlərin və göylərin, hətta özlərinin belə yaradılışına şahid tutmadım. Bu o deməkdir ki, Allah Teala varlıq aləmini yaratmamışdan qabaq başqa bir varlıq olmayıbdır. Yəni, həqiqətən də uca və əzəmətli yaradan varlıq aləmini, yerləri, göyləri heç nəyə baxmadan, heç nəyə bənzətmədən xəlq eləmişdir. Ümumiyyətlə, yaradılış haqqında bir çox alimlərin nəzəriyyələri vardır. Mən burada bir neçə alimin nəzəriyyəsini siz əzizlər üçün qeyd eləmişəm. Biri budur ki, Vaşinqton Universitetinin təbiət elmləri üzrə doktoru, professor, fizik George Gamow. Bu alim, aləmin yaradılışı haqqında bunu deyir ki, kainat ilk öncə fəzaya səpələnmiş hava qazlarından ibarət bir toplum idi. Bu qazların sıxlığı və temperaturu o qədər yüksək idi ki, bunu biz indiki elmdən belə hətta anlaya bilmərik, dərk eləyə bilmərik. Onları başa düşməyimiz mümkün deyil. Kainat ümumi olaraq oksigen, argon, karbon, neon, kripton və sair saysız hesabsız hava qazlarından ibarətdir. Və bunların hər birinin yaradılış üçün, xilqət üçün özünə məxsus rolları vardır. Hətta kainatda olan planetlərin belə
ulduzların, planetlərin, qalaktikaların, günəş sistemlərinin hər birinin belə yaradılışın gedişi üçün özünə məxsus missiyaları və vəzifələri vardır. Astronomik səbəblər də kainatın və orada olan ulduzların, planetlərin hər birinin əzəli olmadığını göstərir. Və hətta ehtimallar vardır ki, bu planetlər, qalaktikalar, günəş sistemləri və bu milyardlarla olan bu ulduzların hər biri milyardlarla il əvvəl fəzanı bürümüş, yanan hava qazlarından meydana gəlmişdir, əmələ gəlmişdir. Bu barədə İmam Əli əleyhissalam da Nəhcül Bəlağədə 1-ci xütbəsində buyurur ki, Allah sonradan ucsuz bucaqsız səmaları yardı və onun ətraf və kənarlarını açdı. Sonra fəzanın yuxarı hissəsini hava və boşluq yaratdı. Dünya şöhrətli dahi alim Einstein də bu mövzu haqqında öz nəzəriyyəsini irəli sürmüşdür. O deyir ki, şübhəsiz ki, bu mövzuda olan müxtəlif fikirlər, müxtəlif elmi müzakirələr, münazirələr hər biri dinin buyurduğu nəzərə bənzəyən bir fikirlərə əsaslanır. Həmin fikir bundan ibarətdir ki, varlıq aləmi ağıl əsasında yaranmışdır. Einsteinin ümumilikdə bu mövzuda olan bütün fikirlərindən, sözlərindən 3 məsələ əldə eləmək olur. 3 nəticə əldə eləmək olur. Birinci budur ki, varlıq aləmi, bayaq qeyd elədiyimiz kimi, ağıl əsasında yaranmışdır. İkinci budur ki, insan bütün qəlbi və ağlı ilə yaradanın əzəmətinin müqabilində daim heyrətdədir. Üçüncü budur ki, uca və əzəmətli yaradan heç kəs üçün, heç kim üçün dərk olunan deyil. Riyaziyyat, fizika alimi və öz təfəkkürü ilə, düşüncələri və elmi ixtiraları ilə dünyada ad-san qazanan məşhur Einstein bu mövzuda mütləq şəkildə İslam dininin əsərlərini, kitablarını, başda Quran-ı Kərim olmaqla mütləq şəkildə iddia edə bilərik ki, bunları oxuyubdur. Məsələn, müqəddəs Quran-ı Kərimdə minlərlə ayələrdə Allah Taala insanları düşünməyə dəvət edir. Və görürük ki, Einstein də bu elmi əsasında, onda olan bu elm əsasında aləmin, kainatın ağıl əsasında yarandığını qeyd edir. Bununla belə Allah Taala bu ayələrdə, Quran-ı Kərimin ayələrində bizə bildirmək istəyir ki və bizə çatdırır ki, kainat, varlıq aləmi güclü iradə, Allahın istəyi və məsləhəti əsasında və hikmət və sonsuz elm əsasında yaranmışdır. İstər qərbdə, istər şərqdə elm dalınca, elm və hikmət dalınca gedən bütün alimlər istisnasız olaraq hər biri uca və əzəmətli Allahın heyrətamizliyinə və bu kainatın ecazkarlığı qarşısında təəccüb edib və sadəcə olaraq susmuşlar. Mübarək Əminullah ziyarətində də oxuyuruq ki, Allahümmə innə qulubəl muxbitinə iləykə və ilhətə ilahi, sənin əzəmət və cəlalın qarşısında təslim olanların qəlbləri sənin varlığın müqabilində təəccübə qərq olublar. İmam Səccad əleyhissalam ardıcan buyurur ki, sümmə sələkə bihim təriqə iradəti, sonra onları, yəni varlıq aləmin ki Allah Taala xəlq elədi, sonra onları öz iradələri yolunda buraxdı və bə'asəhum fi səbili məhəbbəti və özünə doğru eşq və məhəbbət yolunda qərar verdi. Sonra buyurur, lə yəmlikunə təxiran əmmə qaddəməhum iləyh, varlıqlar onlar üçün təyin olunan hüdudlardan kənara keçmək və lə yəstəti'unə təqaddümən ilə mə əxxərhum ən və
onlar üçün təyin olunan hüdudlar əsasında, hüdudlar müqabilində bir qarış geri qalmaq iqtidarında deyirlər. Duanın bu hissəsi insan və qeyri-insan olaraq bütün varlıq aləminin hidayət istiqamətində olmasını açıqlayır, izah verir. Hidayət insanların Allahın onlar üçün təyin etdiyi kamillik dərəcəsinə çatmaq istiqamətində addım atması deməkdir. Hidayət iki cürdür. Təkvini hidayət var, təşrii hidayət var. Təşrii hidayət budur ki, bu hidayət növü yalnız və yalnız şuurlu varlıqlar, yəni insanlar üçün nəzərdə tutulubdur. Bu hidayət növü vəhiy, Quran ayələri, peyğəmbərlərin gəlməyi, imamların seçilməyi əsasında icra olunur. Yəni, peyğəmbərlər, imamlar, Allah övliyaları insanların hidayəti üçün Allahın qoyduğu qanunları onlara çatdırırlar. Və bu qanunlar ilahi vəhiy ilə, səmavi kitabların nazil olmağı ilə icra olunur. İkinci növ hidayət təkvini hidayət növüdür. Bu, bütün varlıq aləmini əhatə eləyir. Yəni, bütün varlıq aləmi, insan, qeyri-insan, bütün aləmdə hər nə varsa, daim Allaha doğru istiqamətdə addımlayır. Və bu qeyri-ixtiyari halda baş verir. Məsələn, bitkilərin cücərməsi, məsələn, günəşin çıxmağı, batması, məsələn, yer kürəsinin günəş ətrafında dövr eləməyi, məsələn, ayın yer üzü ətrafında, yer kürəsi ətrafında dövr eləməyi və yaxud da ki, məsələn, bunu da deyə bilərik ki, məsələn, bir körpə uşağın dünyaya gələndən sonra yalnız ana südü ilə sakitləşməsi, ona heç kim öyrətməyib ki, sən bu dünyaya gələndə yalnız ana südü içəcəksən, yalnız ana südü ilə qidalanarkən sən inkişaf eləyəcəksən, böyüyəcəksən. Bu, onun fitrətində vardır. Yəni, təkvini hidayət varlıqların və insanların, yəni insan ya qeyri-insan, yəni insanların fitrətindədir. Və bütün varlıq aləminin xilqətində Allah Taala bunu qərarlaşdırıbdır. Burada da İmam Səccad əleyhissalam bu mövzu haqqında danışır. Varlıqların Allahın onlar üçün təyin etdiyi çərçivələr, sərhədlər və müəyyən məhdudiyyətlər onların kamillik istiqamətində atmalı olduğu addımlar üçün müəyyən qanunlardan ibarətdir. Bu barədə də Allah Taala Quran-ı Kərimdə Taha surəsinin 50-ci ayəsində buyurur ki: "Əuzubillahimineşşeytanirracim. Qalə Rabbənəl-ləzi ə'ta kullə şeyin xalqahu sümmə həda." De, bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən və onu hidayət edəndir. Bugünkü dərsimiz başa çatdı. Hər birinizi uca və əzəmətli Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.